Deməli, bu günlərim 3 xanımın bişirdiyi bəhməzi başlayıram yoxlamağa. Birincisi, xalam qızı pişirib. İkincisi, bir padruqam pişirib. Üçüncünü də padruqamın xalası qızı pişirib. İndi siz buna qiymət verəsiniz, diqqətlə izləyin. Birinci, bu mənim xalam qızı pişirdiyi bəhməzdir. Düzdür, özü də etiraf elədi ki, biraz durudu, amma rəngi kariçinidir də, yəni şabaldır. Bunları da ayrı-ayrı götürürəm ki, sonra qarşı. Bu da ikinci bəhməzdir. Mənim rəfiqəm. Tök. Aha. Baxın. Qaşıqda yaxşı görsən. Bunun qatılığı da yaxşı görsən. Rəngi. Qiyməti siz verərsiniz, baxarıq. İndi bax, bu da ikincidir. İndi tanıdığım qızın xalası qızı. Elə bilin, ortada bir qız var, özü pişirib bax bunu. Bunu mənim xalam qızı pişirib. Bunu da həmin qızın xalası qızı pişirib. Baxaq görək. İşığı bayaqdan yandırmırsan. Bunu da bilib eləyək. Bax, hamısını o işıqda bir də təzədən göstərim. Bayaqdan işıq zəif idi. Bu mənim xalam qızı. Pişirən bəhməz. Bu mənim rəfiqəmdə bir qonaq gəldiyim qız. Özü pişirib. 2. Bu da 3. Həmin qızın xalası qızı. Biraz bəlkə sizə qarışıq gələ bilər. Gəlin belə sayaq. Birinci boş qapdakı bəhməz. Siz qiymət verəsiniz. İkinci boş qapdakı bəhməz. Və üçüncü boş qapdakı bəhməz. Hansı qəşəng. Amma onu da deyim ki, bu bəhməz butulkadadır. Görürsünüz, şabaldır, rənglədir. Bu da bunun butulkada rəngi, bu da bunun bankada rəngləri. Belə, indi qiymət verin. Görək, birinci yeri hansı bəhməz tutur.